Start işarə gəldi. 15-ci turun Misli Premyer Liqasında Kəpəz-Qəbələ maçı başladı. Yenidən ehtiram Şahverliyev iş başında. Topu Ravselindən qəbul etdi, qapı qarşısına göndərdiyi top ünvansız alındı. Nicad Əliyev burada topu uzaqlaşdırır. Qaydan top, qapıya zərbə təhlükəli idi. Qadir Daşqa uzun bir top birbaşa topu qapıya göndərir. Səlahiyyət Ağayev qapıdan zərbəni üzr istəyirəm yerinə yetirməyə hazırlaşır. Topu oyunda Onanuga, ehtiram Şahverdiyev maraqlı bir cəhd idi amma alınmadı. İshak Amoa top oyunda, ehtiram Şahverdiyev uzaq küncə ötürmə. Səlahiyyət Ağayev arxasını görmürdü, risk etmədi. Zənnimcə düzgün qərardı. Ohori daha bir ötürmə qapı qarşısına. Yenə də Səlahiyyət Ağayev qaydan top zərbə müdafiəçidən. Epizodun təkrarını izləyirik və hər iki komandanın həkimləri meydana daxil olur. Solcuna Nuğay Rəşidov, İbrahim Sanqaraya oyundan kənar vəziyyət yoxdur. Bu Masumodur. Masumo bir rəqibini keçdi. Qapıya zərbə Baluadan. Yusif İmanov yerindədir. Bir daha Baluanın epizodunu izləyirik. Seyidov, Fofana, Ohori. Ohori gəlir, Ohori qapıya uzaqdan zərbə. Səlahiyyət Ağayev düz qarşısında topu qaytardı. Yaxşı oynadı. Ohorinin uzaqdan zərbəsi ümumən yaxşı zərbələrə malikdir bu Yaponiyalı. Səlahiyyət Ağayev top qarşısında yerə dəydi. Əlavə bir çətinlik yaratdı onun üçün, amma özlərinə düşən işin öhdəsindən Masumo. Və daha bir sarı, bəlkə qırmızı vərəqə göstəriləcək. Yox, sarı vərəqə Əlcibə getdi. İbrahim Sanqaraya. Onanuga yerdə qalıb. Təkrarı izləyək. Oy, 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 oy. Varda düşünürəm ki, bu epizoda baxılacaq. Belə oynamaq olmaz. Futbolçunun ayağı sına da bilərdi burada. Əslində topa gedirdi. Varda Paşa Həyat var otağında. Cavid Cəlilov və Emin Əliyev çalışırlar. Rəvan Əmzazadəni monitora dəvət etdilər. Bir daha baxırıq. Sanqaraya Qəbələ üçün olduqca vacib futbolçudur. Rəvan Əmzazadə. Bir də baxırıq. Qərardan çox şeyə. Bilinəcək, vacibdir oyun üçün. Baxdım, rəngi dəyişdi vərəqənin. Sarı yox, sarı vərəqə ləğv olunur. Qırmızı vərəqə İbrahim Sanqaraya. Qəbələ meydanda azlıqda qalır. Əsas qol silahını itirir İbrahim Sanqaraya. Vara baxdıqdan sonra Rəvan Əmzazadə qərarını dəyişir. Qırmızı vərəqə. Paçu, Ohori, Ohori, Ohori irəliyir, Ohori, Ohori daha bir gözəl hərəkətlər, Ohori və top qapıdadır, top qapıdadır, Ohori, Ohori hesabı açır, topu görün hardan götürdü, söz yox ki, turun bəlkə də mövsümün ən gözəl qollarından birini izlədik, Ryosuke Ohori. Bir daha baxırıq və qeyd edək ki, bu Ohori'nin çempionatda vurduğu ilk qoldur. Kəpəzin 11-ci qolu olur. Ohori'nin çempionatda ilk qolu. Tək başına bütün müdafiəni yardı. Hamını aldatdı, hamıdan yayındı, hamıdan qaçdı və qarşı alınmaz zərbə ilə Xaymə Siyera, Fərid İskəndərov. Ohori, Ohori, Ohori yenə də irəliləyir. Ohori şov davam edir. Ohori zərbə qeyri-dəqiq. Sonra Prince Ovusu
Hücumda Qəbələdir. Ovusu zərbəsini endirir Yusif İmanov üçün. Bu bir qədər gözlənilməz idi. Bildirir. Ayağa qalx oyunu davam edə. Bu isə Qəbələnin bir qədər əvvəlki təhlükəli hücumunun təkrarı idi. Xayma Siyera. Fərd İskəndərov ona qarşı. Əli Səmədov, tabanlı ötürmə, Paçu və Luis Paçu belə bir əlverişli vəziyyəti boşa verdi. Bu qaçırdığı epizoda görə çox böyük məsul hissi keçirsin. Əla bir hücum, heç nə Paçuya mane ola bilməzdi. Səlahiyyət Ağayevlə üz-üzə qalmışdı və burada çərçivəni belə nişan ala bilmədi Paçu. Və burada Yusif İmanov qapısını tərk edib, qapıya zərbə olacaq mı? Yox, belə bir vəziyyətdən yararlana bilmədi Qəbələ. Hər iki komanda fərqlənməyə bu son 5 dəqiqədə çox yaxın idi. Paçu öz epizodunu qaçırdıqdan sonra burada yaxın olacaq. Saniyələr indi bu nəticədən Kəpəzi ayırır. Və Rəvan Əmzazadə oyunu bitirir. Beləliklə Kəpəz bu vacib oyunda 3 xalı qazanır və beləcə 10-cu pilləyə yüksəlir.